Salam uşaqlar, axşamınız xeyir. Biz bu gün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə 13, deməli bu gün 1 iyun 2026-cı il tarixində 1-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında kimya fənnindən istifadə olunan test tapşırıqlarının izahına baxacağıq. Deməli başladıq 61-ci sualdan. Deməli burada qarışqa turşusu üzərinə C-metil spirti verilib, alınan metil formiyyət və su. Bu reaksiyada tarazlığa deməli məhsul istiqamətində metil formiyyət alınması istiqamətində necə yönəltmək olar? Bu deməli kimyəvi tarazlığa burada qatlığın belə deyək də təsir bölməsindən qoyublar, tarazlıq bölməsindən sualdır. Qarışqa turşusunu çıxartmaqla, biz qarışqa turşusunu çıxartsaq, bilirik ki, başlanğıc tərəfdə qalır. Yəni tarazlıq sağa yox sola yönəlir. Metanol əlavə etməklə bu düzgün variantdır. Bunu plus yazaq. İndi minus. Əgər sistemdə metil formiyyatı çıxarsaq, yenə sağda qalacaq. Yəni reaksiya məhsulu alma istiqamətində qalacaq. Su əlavə etsək, yenə tarazlıq başlanğıc maddələr tərəfə yönələcək, yəni sola yönələcək. Deməli burada bizim variantımız B variantı. Deməli ki, tərkibində peptid rabitəsi olan polimeri deməli baxaq burada tərkibində peptid rabitəsi olan polimeri müəyyən edin. Biz bilirik ki, üzəlların tərkibində peptid rabitə var. Cavab C variantı. 63-cü sualda kalsium su ilə reaksiyasının hansı maddələri alınır? Biz bilirik ki, kalsiumun reaksiyasında yazaq deməli daha doğrusu kaliumun orada kaliumun deyirsə deməli kalium üzərinə su daha görsədək lap səliqəli. Deməli kalium üzərinə su alınır, kalium hidroksid üzərinə deməli hidrogen. Deməli alınan məhsullar Y variantı. Sonra 60. Deməli 4-cü suala baxaq. Hansı maddənin tərkibində karbon atomu var? Biz bilirik ki, pirit deməli ferium S2-dir. Burada biraz böyük yazaq. Səliqəli olsun. Deməli piritin tərkibi bizdə ferium S2 təbii cipsdirsə, kalsium SO4 vurulsun 2 molekula su. Silan biz bilirik ki, silisium H4-dür. Kvars qumu deməli silisium H4, kvars qumu silisium O2, çay sodası natrium hidrokarbonat. Natrium hidrokarbonat. Səliqəsiz oldu. Natrium hidrokarbonat. Biz baxırıq ki, deməli hansı maddənin tərkibində karbon atomu var. Bir dəqiqə, deməli karbon atomu deyirsə silisium, dəmir, kükürt, çay sodası olur da. Hansı maddənin tərkibində karbon atomu deyirsə çay sodası. Sonra 65-ci sualda sonra 65-də nə deyir? Hansı reaksiya qatı sulfat turşusunun xassəsini əks etdirmir? Biz bilirik ki, qatı sulfat turşusu ilə deməli xrom alına bilər. Burada xrom 3 sulfat alınır. Düzgün variantda dəmir qatı sulfat turşusuna heç vaxt hidrogen verməz, bu səhvdir. Sink qatı sulfat turşusuna su əmələ gətirə bilər. Natrium qatı sulfat turşusuna hidrogen sulfat verə bilər, çünki orada aktiv metaldır. Mis qatı sulfat turşusuna mis SO4 verə bilər. Bizdə burada hansı əks etdirmir deyirsə B variantı. Çünki dəmirin duru sulfat turşusu ilə biz bilirik ki, hidrogen ayrılır. Oksigen hansı metallarla qarşılıqlı təsirdə olmur? Gümüş deməli alıram. Sonra 60, sıranı pozmayaq. 66, 69, 68-ə baxaq. Qalmadı suallarımız. Deməli H deməli XO3, XH3 birləşməsində X hansı elementlər ola bilər? Burada azot ola bilər də. Deməli biz orada yerindən yazsaq HNO3-dür. HXO birləşməmiz, yəni burada X-imiz. Bir də NH3 birləşməsi verilibsə, bax belə NH3 burada X-dir deməli Y. Çox sadə suallardır uşaqlar.
460 qram suda 40 qram natrium hidroksid həll edilir. Almış mühərlə natrium hidroksidin kütlə payını dedim. Biz bilirik kütlə payı bərabərdir həll olan maddə. Deməli 40 qram verib. Orada da 460 qram həll edici üzərinə 40 mərlimi kütləsi alınır. Yəni 460 üzərinə 40 vurulsun 100%. Deməli vurulsun 100%. Bərabərdir. Deməli 40 bölünsün. 460-nın 40 500 vurulsun 100%. Buradan da deməli 500 ixtisar gedir. 5 qalır 45-ə. Deməli 20. Bitmədik burada 40-da. Daha doğrusu 40-ı da 5-ə böləndə 8. Bir də baxaq 460 40 elədi. Deməli 500, oradan da istəyirəm aləm qarışdı bir-birinə. Baxaq görək hansı suallarımız qaldı. Deməli burada burada qalmışdıq. Deməli 508 cavab deməli 8 burada. Sonra nə deyir? Hansı maddə molekulunda kimyəvi rabitələrin yaranmasında 6 elektron iştirak edir? Bax, xlorun deməli yazaq. Bizdə xlorun yaranmasında baxın 2 elektron da yazaq, sonra elektronlarımızı görsədək. Hidrogendə rabitələrin yaranmasında 2 elektron. Florda da yenə 2 elektron. Amma azot da deməli burada 3 elektron. Hər bir xətt biz bilirik ki, hər bir kimyəvi rabitənin yaranmasında 2 elektron iştirak edir. Yəni bu təpə nöqtənin elektronları saysaq, maddənin kimyəvi yaranmasında 6 elektron iştirak edən azotdur. Sonra 66-cı sualda nə deyir? Oksigen hansı metallarla daşlıqda təsirdə olmur? Deməli C variantıdır. Sonra 70-ci verilmiş birləşmənin molekulunda neçə ədəd dörtlü karbon atomu var? Bu sual nəsə bura düşməyib uşaqlar. Bu birləşmə bax belə bir birləşmə idi. Çünki başqa yerlərdə bilən yazma çıxdı. Deməli yazırdı karbon H3. Daha doğrusu belə bir birləşmə idi. Nəsə çap səhvi düşüb burada. Deməli təbənət karbon H3, karbon H3, karbon H3, karbon H2, səhv etmirəmsə belə bir birləşmə idi. Karbon H, yenə burada dörtlü karbon atomu var idi. Karbon H3, karbon H3, yenə burada karbon H, karbon H3, elə bir birləşmə idi. Burada hansı birləşmə molekulunda neçə dörtlü karbon atom var? Dörtlü karbon atom uşaqlar 2 dənədir. Digərlərə baxanda hamısı ya üçlü ya ikili karbon atomlardır. Ona görə vermiş burada neçə 4, 2. Bax bu test 70-in cavabı 2-dir. Sonra gəldi. Baxaq görək 70. Bu burada verilib. Daha doğrusu uşaqlar baxın, bu burada verilib. Baxırıq dörtlü karbon atomu, bax bu karbondur, 2. Deməli 2 orada dörtlü karbon atom var. Hansı reaksiyada mis alınır deyirsə, biz bilir ki, mis 2 oksidin hidrogenlə reaksiyasından burada mis alınır. Bir də üzərinəcə su alınır. Mis karbonatda parçalanır, mis oksidə üzərinəcə CO2. Mis nitratda parçalananda biz bilirik ki, mis oksid üzərinəcə NO2 üzərinəcə oksigen, yəni bu reaksiyadır. Mis hidroksiddə suda həll olmayan oksiddə biz bilirik parçalanır. Mis oksidə üzərinəcə su. Mis oksidin sulfat turşusunun reaksiyasında məhsul biz bilirik ki, mis su 4-dür. Bir də üzərinəcə sudur. Burada mis alınan variant A variantıdır. Sonra 71-ə baxaq. Hansı kimyəvi birləşmədə elementlərin kütlə nisbəti düzgün göstərilmişdir? Bax, burada kütlə nisbətləri məsələn A variantında 2-nin deməli
32-yə ixtisar biz eləsək, burada 2-nin 16-ya nisbətidir. Suda bilirik ki, 2-nin orada 2-nin 16-ya nisbəti ixtisar etsək, 2-nin deməli 8-ə nisbət alarıq. CO-da ola bilər, bax CO-da lap səliqəli yazaq. 12-nin 16-ya nisbəti ixtisar edəndə hər tərəfi 4-ə bölsək, 3-ün 4-ə nisbəti, yəni cavab budur. O birisi digər variantlarda, məsələn, D variantında yazsaq 12-nin, D variantı yazırıq, 32-yə nisbətə. Bunun da hər iki tərəfini lap 4-ə bölsə 3, 32-də 8, 3, 8 alınmadı. SO2-də də məsələn yazsaq, deməli 32-nin 64-ə nisbəti, SO2 üçün yazsaq, o da bərabərdir 1-in, deməli 32, 64, 1-in 2-yə nisbəti, bu da 2, 1-dir. Düzgün variant burada C variantıdır. Sonra natrium hidroksidin suda müəyyən elektrolizləmədə anodda 50 ml qaz ayrılır, katodda neçə ml qaz ayrılır? Natrium hidroksidin suda məhlum elektrolizini yazaq. Burada su molekulları demək elektrolizə uğrayır. Natrium hidroksid məhlulda qalır. Yenə bu tənliyi qısa yazsaq 2H2O alınır 2H2 üzərinə CO2. Deməli baxın burada 50 ml deyirsə 50 ml götür 2 ml 1 ml ayrılırsa, anodda da biz bilirik ki, oksigen ayrılır da. 50 ml anodda ayrılarsa, katodda da hidrogen ayrılır. Bunu da x qoysaq, oradan da 1 50 dəfə artıb 2, x bərabərdir 100 olduğunu taparıq. Sonra nə deyir bizə? Verilib karbon 2-in bu karbon turşularının ümumi formulu, oksigen atomları sayına da bu karbon turşularının ümumi formulu da yazaq, onda 14-in üzərinə 32-də oksigen atomlarının orada sayını istəyir də bizdən. Oksigen atomlarının sayı baxırıq ki, 2-inə qədərdirsə, çünki indeksində 2-dir də, onda bunun 18.5-ində də 0,5 inə qədər hissəcik olar. 2 buradan baxırıq ki, 4 dəfə kiçilib də. Bax, buradan 4 dəfə kiçilib. Onda belə bir asılacaq yaza bilərik də. 14-in üstəcə 32 bölünsün 4-ə bərabərdir 18.5-ə. Yenə 14-in üzərinəcə 32, 18.5-i kalkulyatorda vuraq. Deməli 18.5 vurulsun, deməli 4 bərabərdə 74. 74-dən də deməli 32 çıxsa 42. Buradan da n-in 42-ni də 14-ə bölsək, n-i 3 olduğunu taparıq. Burada n-i deyir də hesablayın. N-i də tapdıq 3. 75-də nə deyir burada? Karbon X-H6 molekulunda bir ədəd 2 qat rabitə var. Bu birləşmə hansı polimer əmələ gətirir? Bu molekulda bir ədəd 2 qat rabitə varsa, bu alkendir. Alkenlərdə karbonun orada 3 olması lazımdır ki, hidrogen 6 olsun da. Biz bilirik ki, alkenlərin də ümumi formulu karbon N, hidrogen 2N'dir. Deməli, orada 2 N'imiz, daha doğrusu X bərabərdir 3. Onda bu hansı? Bu birləşmə hansı polimeri əmələ gətirir? Bu propilindir də. Bax, buna yazsa karbon H3, karbon H, karbon H2. Bunu da hansı polimer en sayıda deməli monomer halqaları öz aralarında birləşərsə, hansı polimeri verə bilər? B. Bax, burada da 3 dənə karbon atomu var. Burada 2 qat qırılır. Bax, bu rabitə. Yəni, ki, ətraflarında yazılır. Sonra nə deyir burada? Lakin bunun davamı da Y variant yazır. Etilin və etanı hansı maddənin suda məhlulu ilə fərqləndirmək olar? Biz bilirik ki, etilin kalium permanqat məhlulunu rəngsizləşdirir. Etanla reaksiyası yoxdur. Ancaq kalium permanqat məhluludur. Sonra nə istəyir? Burada cədvələ əsasən fosforun X, Y, Z turşularını adlandırın. Molekulunda atomların ümumi sayı 5 olan 8 olan. Burada metafosfat, pirofosfatdan sonra hamısının formullarını yazaq. Məsələn, yazaq
orta metafosfat H4 P2O7. Bir də deməli burada verilib orta fosfat yazaq. Sayaq indekslərin hansı gedir. Deməli X oldu metafosfat. 8 olan baxırıq 4, 1, 8 olan pirofosfat. Bunun deməli 7 budur. Sonra 13'də olan 4, 2, 6, 7, 13'də olan pirofosfat. Deməli bu da getdi Z-yə. İndi Z-yə baxırıq. X-in altında metafosfat, Y orta fosfat, metafosfat, orta fosfat, Z-də profosfat. Səhv yazmadıq. Bir də bax X-ə metafosfat, Y orta fosfat, Z-də pirofosfat. Sonra burada nə oldu? 76-cı sual. Baxaq. Qalmadı suallarımız. Nə deyir burada? Karbon 3H6 verilib, yanma istiliyi 1440'dır. Biz bilirik ki, bir maddələrin 1 molunun yanma istiliyi onun yanma istiliyi adlanır da. Bir maddənin 1 mol maddənin yanması zamanı ayrılan istilik miqdarı onun yanma istiliyidir. Bu da 1 mol üçün nəzərdə tutub da. Əgər 1 moldan, 1 mol bax karbon H3-dən, karbon 3 H6'dan 1 moldan yanarkən burada sərgəsi yazaq. Karbon 3 H6 yanarkən 1 molu 1440 kilojol istilik ayrılarsa və 0,4 karbon 3 H6 yanarsa x kilojol 1440 istilik ayrılarsa bundan da x kilojol istilik ayrılar. İndi buradan da baxırıq ki, neçə dəfə kiçilib 1 0,4'ə böldü. Baxaq da burada elə birbaşa 0,4'ü vura 1440'a. Deməli 1440 belə yazaq. 0,4 vur 1440 değil bərabər edir 576. X bərabərdir 576 kilojol istilik ayrılıq. 3 qram alkan tam yandıqda 8,8 qram karbon qazı alınır. Bu alkanın formulunu müəyyən edin. Alkanların ümumi tənliyi bütöv yazmağa gərək yoxdur. Biz çünki burada bir CO2'nin adını çəksə qısa ilə yaza bilərik. Bunu NCO2 ayrılır. Bu alkanın formulunu müəyyən edin. Biz buradan baxırıq ki 14'in üzərinə gəldə 2'dən 44'in orada karbon qazı ayrılır. Onda burada 3 qram alkandan nə qədər ayrılır? 8,8 qram şərtdə deyir orada ayrılır. İndi bunu bir qısa tənliyinə və 44'dən oradan baxırıq ki 0,2 n dəfə orada kiçilib də 0,2 dəfə. Onda belə bir asılacaq yaza bilərik ki 14'in üzərinə C2 bölünsün belə deyək də 0,2 n-ə bərabər eləyə 3'ə. Buradan da 14'in üzərinə gəl 2 bərabərdir. 3'ü də 0,2 deməli 2'yə vursaq, daha doğrusu orada bir də baxaq, bir də görə əslində düzmü yazdıq? 44 yox 44'ü 0,2'yə vurub, daha doğrusu burada artma zamanı düzgün görmədik. Burada bunu sərgələ yazaq bir də. 44'ü orada 0,10. Onda mən yazmalıyam ki 14n üzərinə 2 vurulsun 0,2n bərabərdir 3. Burada yenə 14n üzərinə 2. Deməli 3'ü də 0,2'yə böləndə deməli bir də baxaq 3 bölü 0,2 3 bölünsün 0,2 bərabərdir 15n. 15n. Burada da 15n 14n çıxsaq 1'e n bərabərdir 2. Görə deyirəm uşaqlar, buradan qısa yolla bu çarpı üsuluna biz yazsaq, yəni bunu belə bu uzun məsələdir də qısa 44'dən baxırıq orada 0,2 n dəfə artıb. Biz bu tərəfi də bax bu solu da elə deyək də başlanğıc o alkanın tərəfi yenə oradan 0,2 verib bərabər elədi 3'ə.
birinci çarpaz üsul çətindir, biraz çətin dediyində çox vaxt aparır. Sonra nə deyir? Burada 77 yazdıq. 80-i görürük, 80. Baxaq nə deyir? N2 verib mol miqdarları 1 mol, 4 mol verib. Maddelərdən biri tam sərf olunduqda neçə qram amoniak aldığını hesablayın. Deməli, amoniakın alınma tənliyini yazaq. N2 üzərinə 3H2. Deməli, 3H2 alınır 2 NH3. Biz baxırıq ki, 3 moldur. 1-ə 3 nisbətində götürəndə 2 mol amoniak alınır. Burada da deyir, eyni 1 mol götürüb. Bir də hidrogendən 4 mol götürüb. Baxın uşaqlar, bir özünə mütləq 3 birləşdirəcək də oradan 4-dəncə 1 oradan H2 artıq qalacaq. Artıq. Özü deyir ki, maddələrdən biri tam sərf olunur, biri artıq qalır yəqin. Buradan da yenə burada 2 mol amoniak alınacaq da. Həm də ki, biz bilirik ki, aza görə tənasüb qoyuruq da. 1-dən 2 mol alınırsa, yenə 1-dən yenə 2 mol alınacaq. İndi burada nə istəyir? Burada neçə qram amoniakın aldı? NH üçün də bilirik ki, MR deməli 14, 17, 17-ni də 2-yə vursaq 34. Sonra nə deyir? Reaksiya tənli, reduksiya edici əmsalını, oksidativ əmsalını olan nisbətini müəyyən edin. Bunu elə burada üstündə də yazmaq olar. 2 budur. Deməli, fosforu 2 atdıq, 5 kalium ataq. 5 də bunu ataq. Baxaq, 5 də 3-ün 15. Fosfora 3 ataq, 2 uşaqlar. Bax, 3 ataq, 3 də 2, bunu 6 ataq. Düz oldu mu? 5 kalium, 5 kalium, 5 xlor. Deməli, lap tənli yazaq. Səliqəli fosfor üzərinə 5 kalium xlor 3 alınır. Deməli, 5 kalium xlorid üzərinə 3 P2O5. P2O5 burada 3-də əmsalımız. Üzərinə 3 P2. Üzərinə 3 P2. İndi burada nə deyir bizə? Reduksiya edici əmsalını, oksidaşdırıcı əmsalını olan reduksiya edici 6-da, oksidaşdırıcı da kalium xloratdır. Yəni 6-nın 5-ə da bərabərdir 1,2. Cavab 1,2. Sonra nə deyir bizə? 83-cü sual. 81-ci sual. Hansı maddə karbon N2 formuluna uyğun gəlir? Biz bilirik ki, alkinlərin, alkadenlərin formulu karbon N2-ni bilmiyoruz. Ya burada biz 2-dən 2 qat görməliyik, ya da 1-dən 3 qat. B variantı. Deməli, butin 1-dir. Sonra nə deyir 84-cü sualda qalmadı sualımız. XY verib bizə nisbi atom kütləsi, protonların sayı, neytronların sayı. Biz bilirik ki, nisbi atom kütləsinə protonların sayını çıxsaq, A bərabərdir. 16-dan 8 çıxdım, 8. 31-dən də 16 çıxdım. B bərabərdir 15. Tapdım nə deyir burada? AB cəmini. 15 üstəki 8, 23. Sonra 31, 16, 15 düz yazdıq da. Sonra nə deyir burada? Hansı sxemdə X maddəsi nitrat turşusudur? Hansı maddə X maddəsi nitrat turşusudur? Baxaq da. Deməli, X maddəsi burada nitrat turşusu olmaq üçün A variantı ola bilər. Bu ola bilər. B variantında X NH3-dür. B-də yazıram. NH3-dür X. Belə də X yazaq lap da. X NH3-dür. C variantında NH3 dedim. X C variantında O2-dir. NH3-ün orada katalizator iştirakı ilə oksidaşməsidir. D variantında deməli 2NO2-dir. X-dən söhbət gedir də burada. Sonra deməli Y variantında da baxlı kalium nitrat NH3 burada bu ikisini birləşdində bu əslində NH4 OH-da parçalanır. Deməli o maddənin X-in tərkibində NH4 NO3-üymüş də. NH4 NO3-üymüş Y variantında. Y variantında yazdıq, D-də yazdıq. Deməli bizə variantımız A variantıdır. Bunlarda heç birində X nitrat turşusu deyil. Sonra, yəni burada belə deyək də X-dən söhbət gedir də. Hamısında NH3-dür burada. B variantında
NaOH-2, C variantında O2'dir, D variantında NO2'dir. Sonra X'də də amonyum nitratdır ki, oradan kalium NO3 alınıb. Sonra 82 sualımız qalmadı. 85'ə baxaq. Deyir 85'də karbon 2 N+1 verib əldə etdiyi hidrogen atomlarının sayı 4'dür. Karbon atomları sayını tapın. Biz burada hidrogen atomlarının sayı 2N. Biri burada, deməli bir də burada topladıq. 2 bərabərdir 4. 2N bərabərdir 2. 4-dən 2 çıxdım. N bərabərdir 1. 1 olduğunu tapdıq. Cavab 1. Yəni burada X bərabərdir 1. Sonra nə deyir burada? 86-cı sualda reaksiyaya aid doğru ifadələri müəyyən edin. Doğru fikirləri deyir bizdə. Bu xlorun öz-özünə oksidaşdırıcı, reduksiya edicidə bu səfərin xlorlu suyun alınmasıdır bu. Baxaq görək nədir? Xlorlu suyun alınması reaksiyasıdır. Düzgün fikirdir. Xlorlu əhəngin alınmasıdır. Xeyr. Xlorid və hipoxlorid turşuları əmələ gəlir. Düzdür. Çünki burada T yoxdur. T olsaydı xlorat alınardı. Kalium xlorat oksidaşma reduksiya reaksiyasıdır. Düzdür. Sonra xlorid və perxlorat turşusu əmələ gəlir. Xeyr. Burada doğru fikirlər deməli 1-dir, 3-dür, bir də 4-dür. Bir də bax xlorlu suyun alınmasıdır. Xlorid hipoxlorid turşuları əmələ gəlir. Oksidaşma reduksiya reaksiyasıdır. Çünki 0-dan bura keçir -1-ə. Burada da bir də müsbət 1-ə. Oksidaşma reduksiya reaksiyasıdır. İndi baxaq bu nə deyir. Sonra 86, 87-də nə deyir? Doymuş bir atomlu alfatik spirtlər ikinci nümayəndə isə molekulunda. Doymuş bir atomlu deməli spirtlərin ikinci nümayəndəsi etil spirtdə karbon 2, H5OH-dır. Burada atomların ümumi sayı deyir. Yazaq da 1-ə, 2-yə, 3-ə. Atomların ümumi sayı 2-nin üstə 5, 7, 8, 9, 1-ə A7. Hidrogen atomlarının sayı 6-dır. D variantı. Polyar kovalent rabitələrin sayı. Polyar kovalent rabitələrin sayı deyirsə burada yazaq bunu açıq. Karbon H3, karbon H2, OH. Polyar kovalent 3'ü burada, 2'si burada 5. 6, 7. 7 B'yə. Deməli, bu D-dir. D variantımız. Deməli, 1 A, 2 D, 3-ə də B. Səlqəli yazaq. Deməli, 2-yə D. Atomların ümumi sayı 5 A. Deməli, saymışdıq. Pozuldu. 5, 2, 7, 8, 9 A getdi. Bu D-dir. Sonra polyar kovalent sayı 3, 2, 5, 6, 7. 7 variantımız da B. Sonra baxaq sual nə deyir burada. 1.88'ə baxaq. Deməli bu əlaqəli suallar 88'də nə deyir bizə? 88'də lap tənli yazmalıyıq da yazaq burada. 2 baxaq burada nə deyir şərtdə? 2 CO verib 2 CO üzərinə gəl O2 alınır 2 CO2. Daxil alınan maddə mol miqdarı zamanlıq qrafiki. Başlanğıc maddələr 7 mol götürülüb. Baxın 7 moldan burada B artıq qalıb. Yenə bir maddəmiz də artıq qalıb. Orada artıq qalanlar tapılır. Amma şərt ver 7-dir. Biz baxırıq 2 özünə 1 birləşdirəndə 2 alınır. Başlanğıcdan əgər 7 götürsək, hər ikisindən 7. İndi baxaq da 2 oradan 3 dəfə artanda 6 olur. Bir də 3 dəfə artdıq 3 oldu. Deməli buradan CO-dan çıxdıq 1 dənə, 1 mol CO oradan artıq qaldı. 7-dən də 3-ün çıxdıq. 4 mol da buradan belə deyək, O2 artıq qaldı. Bax bu CO-dur artıq qalan. Bu da oksigendir artıq qalan. Deməli onda B bərabərdir. Ən çox B bərabərdir 4 götürək də. B 4 götürək. A da bərabərdir 1 götürək. Sonra nə deyir burada? A, B'yi tapdıq. Sonra nə istəyir bizdən? Başqa bir sual varmı? Burada A, B sadəcə bilmirəm, bu davamı varmı? Baxaq görək varmı?
Xeyr, davamı yoxdur. Olsa eləyərik də onda bunu. Onda eləyək də. Məncə bunu davamı da olmalıdır. Olsa eləyərik bir də. Nədir? Reaksiya bu neçənci sualda? 89-cu sualda. Reaksiya zamanı maddələrdən biri tam sərf olunur. Digərinə 17 qram artıq qalarsa, başlanğıc qarışığın kütləsini hesablayın. Deməli, pH üçün mol miqdarını hesablayın. Yaxşı, reaksiyanı yazaq. Deməli, bizə verib. P üzərinə C küçült alınır. P2 S alınır. 2 fosfor bura, 3 fosfor bura. Burada emerlər verdi. 231-dən 62-dən baxırıq. Çünki kütlədən söhbət gedir. Çevirməliyik. 62 özünə 96 birləşdirəndə 1 mol alınır. Burada nə deyir burada? M'lər eyni götürüb də. Gəlin biz burada 96 versək, hər ikisindən baxacaq ki, buradan 96 60 çıxanda biz 17 almayacaq. Demək kütlə burada 17 deyilmiş. 48 götürək. 48. Deməli 48 burada. 48 verəndə, bax fikir verin. 48 versək, 96-dan 48 götürmüşəm. 62-dən də özünə 31 birləşdirəcək axı. Burada baxın 17 qram artıq qalacaq. Demək bizim M'imiz burada 48 imiş. Bax bir də ver. Bax burada 96-dan 2 dəfə kiçiltdim 48. 48 özünə yenə 31 birləşdirəcək də. Nə olsun ki biz orada fosfor artıq götürmüşük. Artıq qalan maddəndə şərt qoyur ki biri tam sərf olunur. Sərf olunan tam kükürt artıq qalan da fosforda 17 qram da artıq qaldı 48 götürəndə. Deməli burada düzgün yazdıq bunu. İndi bizdən nə istəyir? Əgər baxın, bu 96-nı 2 dəfə kiçiltmişəmsə, onda buradan 0.5 molda pH 3 alınacaq. Sonra nə istəyirdim? Alınan pH 0.5 olacaq, yazdıq. Başlanğıc qarışığın kütləsi də 2 dənə M üstəcə M 48-dir, yəni 96-dır. Yəni 2M də bərabərdir, 98-dir. Deməli, bu birincidir. İkinci də deməli, ikincidə nə deyir? P2 S3-ün mol miqdarı 0.5-dir. Deməli, bax, bizim cavabımız budur. Yox, daha doğrusu 48, 96. Orada bir səhv getdik, 96 eləyir. 96, yəni cavab 96, 0.5. Sonra baxaq, nə istəyir bizdən? Alken verib, alkaden verib, molekulunda hidrogen atomlarının sayı A-dır. Alken homoloji sırasının 3-cü nümayəndəsi olarsa, A-nın və alkaden molekulunda karbon atomları sayıdır. Alken homoloji sıranın 3-cü nümayəndəsidir. 2-ci nümayəndəsi olanda biz bilirik ki, baxmaq, karbon 2 H4 birincidir. Karbon 3 H6 ikincidir. Karbon 4 H8 də 3-cü nümayəndəsidir. Deməli, bu butendir. Hidrogen atomlarının sayı deməli 8-dir. Hər ikisində 8-dir. Alkende də 8, alkenlərin ümumi formulu hidrogen 2N-dir axı. Oradan da yenə 2N bərabərdir 8. N bərabərdir. 8-də 2-yə böldük 4. Deməli, bir də baxaq. Deməli, alkenlərdə 8 olması üçün deməli, karbon 4 imiş. Nə istəyir burada? Alkaden molekulunda karbon atomlarının sayını müəyyən edin. Bir dəqiqə burada alkadenlərdən deməli karbon 2 burada alken homoloji sıranın 3-cü nümayəndədirsə, deməli karbon 4 H8 tapdıq. Sonra nə deyir burada? Alkadendə 8 isə demək bir də alkaden molekulunda karbon bu 2N plus 2 götürməliyik uşaqlar bunu burada. Alkadendən söhbət gedir orada. 2N plus minus 2 bərabərdir 8. 2N bərabərdir 10. O da N bərabərdir 5. Demək, alkadində karbon atomlarının sayı M 5. Yəni, bu 2 üçündür. Bax, 2-ni hesabladıq. A-nı da 8 olduğunu tapdıq. Və 1-də, deməli, biz bir cür yazıq da, birincidə 8. A bərabərdir 8. A bərabərdir 8. Açıq burada yazaq. Uşaqlar üçün anlaşılsın. Birinci A bərabərdir 8. İkinci də N bərabərdir 5.
Səlqəsiz oldu. Deməli, ikincidə də n bərabərdir 5. N bərabərdir 5. Sonra baxaq, nə sual qaldı. Baxaq görək. Suallarımız qalmadı. Diqqətli baxaq. Hə, bunu yazmamışıq. A-nı və B-ni bu ətraflıların davamıdır. Ətraflı sualımız var idi, orada qrafikimiz. Bu qrafikin davamıdır. Burada fikir verin, həm burada zamanı tağını 20 verib, bax belə bir tau bərabərdir 20 verib, 20-yə də uyğun 6 da orada nü bərabərdir 6 verib. Yəni zaman keçdi 20 saniyədən sonra 7 mol 6 mola düşüb. Bax onu yəqin üzərindən yazacağıq. A-nı və B-ni qeyd etdik orada. İlk saniyədə reaksiyanın CO-ya görə sürətini tapsaq, VCO bərabərdir. Orada biz 20 tapmışıq, delta tau bölünsün, orada nü bölünsün, belə bir düsturumuz var. Qiymətləri də qoysaq yerinə. Molumuz deməli, səhv etmirəm, 6 idi, delta tayımız 20 idi. Orada həcmdə 1 götürürük, çünki litr olsun saniyə yazıb. Yenə deməli 20 idi, 6 20-yə bölsək, 6 20-yə bölünsün 20. 0,3. 0,30. Deməli, baxaq verməmizə bərabərdir. Bir də baxaq, deməli 6 molda, molu yazdıq. 20 saniyə idi, 0,3. Bax, belə bir cavab aldıq. Baxaq bir də şərtə. Qrafik burada da 20 saniyə keçəndə 6 mola görə. CO-ya görə hesablayırıq da. Burada da CO-ya. Sonra nə sualımız qaldı? Baxaq suallara. Başqa suallar qalmadı. Etilin və etanı dedik. 76, 79. Sonra bir sualın davamı idi. Baxaq suallarımıza bir də. Verilmiş, bax burada yazılı verilmiş birləşmə molekulunda neçə ədəd dörtlü karbon atomu var. Bax budur, bax burada 70 budur. 70-ci sual budur. Burada sualı qoyub ki, 70 birləşmə molekulunda neçə ədəd dörtlü karbon atomu var. 2 ədəd orada dörtlü karbon atomu var idi. Sonra baxaq, bir şey sualımız qalmadı məncə. 62-dən burada sualımız qalmadı. Su əlavə etmək. Buradan başlamışdıq kimya. Sağ olun uşaqlar, diqqətinizə görə. Məncə bu il suallar çox çətin deyil, asan suallardır. 2026-cı ildə 10 mayda o sualları mən izah etmişdim. Kanalımda var sınaqlar. Məncə biraz sualları yumuşaq qoyublar da, asan qoyublar. İnşallah hamımız üçün xeyirli olar. İstədiyiniz balı yığarsınız. Sağ olun, diqqətinizə görə uşaqlar.